Tabii mən əvvəl tartışması çalırdım. Böyle özünü gedirdi ələ, topladır, gözümü yola verirdi. Elə ki, nağara gəldi mənim yanıma və balaban gəldi, kralınız gəldi, dəstəyə. Artıq mən bir havanı çalsam, əlimdən düşərdi. O, Michael Jackson'dır, rəhmətlikdir, o birislərdir, səhnədə oynayırlar. Elə bir dəb yox idi. Mənə elə gəlir. Bəlkə olub, müəyyən şeylərdə olub, amma o cürə yoxdur. Amma bizim aşıqlar o vaxtı o rəqsi, o havanın üstündə onu oynayırlar. Demək, həm aşıq olub, həm söz deyib, həm çalıb, həm nağıl edib, həm də onu aktyor kimi oynayıb. Tamaşaçılar gözlərindən yaş axırdı. Səhər sübhə qədər, 5-ə qədər, heyvanatı bıraxana qədər hamı atılıb aşığın ağzını qulaq asırdı. Onlar hamısı gözlüyün qalır, o qədər gözəl onu danışırdı, canlı danışırdı, hər tərəfli. Yəni o o qədər inkişaf eləmiş ki, o mesela Avropada, o birisi tərəfdə məsəl bu sənət o səviyyədə olmuyor, şəhərdə olan ki. Ehtiyacınızda oxuyuşdur. Qayda qanunla falan, o da çox maraqlıdır. Mən qulaq asıyorum, YouTube'da indi hamısı var da. Yox, qayda qanun yoxdur ki. O improvizasiya nədən başladı? Qayda qanun yoxdur. Orada da işlər gedir. Amma çox incə gedir. Orada da işlər gedir. Yəni, oxuyanda da var idi improvizasiya. Amma çox incə idi ki, onu çox bilinmirlər. Amma o gedirdə inkişaf eləməliydi. Mən orada qalmağı görməyəm. Mən çox olub toylarda oxumuşam, çoxunu yazırdım. Çıxandan sonra onu ki qoymuşam manatımda, qulaq asası gəlmişəm evə. Yolda 2-3 dəfə ağlaya-ağlaya gəlmişəm. Sonra gəlmişəm evdə uşaqlar məni gözləyirlər, dururlar. 2-3 yuxudan, mən şorqazı pişirdim. O yiyək, onun qulaq içində qoymuşam. Aşırılıq, elə hər tərəfli bir gözəl münasibət, bir insan yaxşı bir hərəkət edir, bir yaxşı münasibət göstərirsə, kiməsə, o da eşitdir, onu da sevməlisin. Yəni, bu sevgi insan içində varsa, onu hər yerə xəşləyə yoxsa yanına gedən qıza xəşləmək o tamahqı edir, maaşlı bir şey demək. Amma bu sevgi tək qızsızdır, tək qadın məxsusdur. Bu sevgi dünyaya məxsus, dünyanın bir sevgi. Bir payda bizə düşürsə mən onu qabağına alarım. Şeydə məsələn, sizə aktoriyadır da, məsələn, toyxanada, yaxud da səhnədə oxuyanda. Baxırsınız, orada qadın var. Yox, mən heç bindən Allaha öz gözümü yumub duyduğum o şeylərdə heç ola bir qadın ola bilər ki, bir dəfə, 2 dəfə, olar, olmaz. Amma məndə o tam nöqtə ilə ilahiyyətə gedir. O rəhmətli Adil Babayev vardı. İndiyəcə yazmıdır, çünki qorxurdum ondan. Hamı qorxurdu ondan. O gəldi birdən sinifdə oturmuşdu, o gəldi Axan müəllimə dedi ki, bunu konkursa hazırla. Direktorudur o şey. Zami idi, Zami direktor idi. Bunu deyəndə elə mən də şok oldum, onlar da şok oldu. Hətta orada bir qonaq var idi, deyəsən Kamal Çalan idi, müəllim idi. O gördüm, narazılıq edir ki, burada bir belə uşağı, bir belə səsi qoyub, bunu niyə hazırlatdırır? Niyə seçmişdi siz o görəsi? Çox qəribədir. Amma imtihandan 5 aldım da. Girəndə imtihandan 5 aldım, oxumağımdan. Mirzə Hüseyin oxudum, da belə yanından. Götürdə 5 verdilər mənə. O tapşırığa daxil yoxdur. O 5-i özüm aldım. Çünki oxuyana gördüm ki, Əlvan müəllim vidini dəyişdirdi, oradan belə-belədi, Bəhrəm müəllim rəhməti Mansur oldu idi. Gördüm, o jurların halı dəyişdi. Orada bir eşq gəldi mənə, ən birinci eşq. Əlvan müəllim sizi tanıyırdı ama deyəsən ona qədər. Hə, tanıyırdı. Pul lazım idi, onun da pul yox idi. Hə. Amma o vaxt 2500 idi, deyəsən, 2500-də Ulus manatı. O vaxt Ulus... Yox, vermədim də, yox idi. Hə? Vermədiyinizə görə getməmişsiniz birincidə. Yoxdur da, pul yoxdur. Sumqayıtda da kəsildim. Sumqayıtda uçuluşda da verdim, orada da kəsildim. 3 verdilər, o birisilərdən də kəsildim. Hə, elə yaxşı olub kəsilmişəm, çünki ölçü var, qismət var. Orada oxusaydım, Allah bilir mən nə idim.
Ona görə bu işlər Allah'ın nizamıdır. Konkursdan değildiniz. Hazırı deyəndə bu narazı ilə axı mən də başda nə deyəcək? Başladılar məni hazırlamağa və sinifdə məktəbin özündə bir konkurs oldu. O gür səsli oxuyanlar hamısı oxudu. Mənə də orada bəyəndilər. Sonra getdik konkursa. Oraya çıxan deyir, oraya birinci yersən. Aha, iş dəyişdi. İş oraya beyin işləyir. Ki, bir işimi apır qazanacam da, acılığı tərk edəcək. Həvəslə zaten oxumaq beləncəsinə işlər davamlı oradan tramplin getdi. İndiyəcən elə yavaş-yavaş, asta-asta daha gedir. İlk efir günümüzün həyəcanı xatırlayırsınız. Qurban zat kəsdilər. Rəhmətli Hacı Məhəmmədov mənə çıxarmışdı, sənətdə ilk atdım. O elə sonra bir-iki dəfədən sonra bağladılar. Televiziyada sənətdə ilk atdım açılmışdı, elə gedib aparmışdı mənə rəhmətli ki, bu uşağı istəyirəm televiziyaya çıxardaq. Bizi elədilər, imtahan elədilər. 79'da girmişəm, 81-82 olardı. İkinci kurs idim, 2 deyəsən, 3. Gəlib Hacı müəllimə deyiblər ki, bir dənə yerim var, sökür. O da çağırdı məni, oxudum, dedi ki, televiziyaya çıxaq. Nə oxudunuz siz? O da çağırıcı oxudum. Oxudum, əvvəl oxudular, otaqda bir balaca bir otaq idi. Oxudum orada. Mənim üçün elə dərsgah oxumaq mənim üçün mahnı oxumaq idi. Bir dərsgahdan oxuyur, elə bir mahnı necə oxuyub tutarlar, mən də elə oxuyub tutardım. Hətta o çağırgah oxudum. Mənsuriyə yerində Rəhmətli Hacı Məhəmmədovun zəng simi qırıldı, düşdü şeyin üstünə, pərdənin üstünə, başladı tarğır saxladıq. Bir də mən dedi 40 ildə, 50 ildə tarçarlam. Birinci dəfədir mənim tarımın zəng simi qırılıb. Neyniyək? Dedim, neyniyək? Oxuyalım. Təzədən başladı onu. Allah haqqı. Yəni, mahnı kimi oxuyordum mən dəstgahları. Hiç bilmirdim dəstgah nədir. Sonra bu da yavaş-yavaş o çağırgandan sonra başladılar toy deməyə mənə. Qurbanı ailəniz kəsmişdi. Öyle qurban kəsdilər ki, televiziyaya çıxmışıq, bir sevinç, bayram, nə. İndi radioda yazıb vermişəm onu, hərdən verirlər deyəsən, həmən çağırgaha. Qalıb demək. Ondan sonra getdik radioya. O da Hacı Məhəmmədov, televiziyada çıxmışam və məni də tanıyırlar. Məni radioya yazmadılar. Dedilər, bu kişi televiziyada çıxıb, cəmaat sevir, Hacı Məhəmmədov kimi adam, ərzə yazmışdı o. Bizi paxırlıqla eləmədilər. Yazmadılar bizi. Maniyələrlə vuruşa gəlmişsiniz. Lentimizi pozdurublar televizorda. Həmən çağırgahı pozdurublar. Vallahi. Yazıb qəzetəyə 6-cı gün sənətdə ilk atdım, çağırgah muğamı, nə. Hamı gözləyir. Yox, birinci getdi. Birinci getdi, indi o cəmaatın xahişinə təkrar verilməlidir. Təkrar da yazılıb ki, qəzet çıxır daxı. 6-cı gün belə falan çağırgah, sənətdə ilk atdım, oxuyur alim Qasımov, Tarzan, Hacı Məhəmmədov, nəyəsə beləcə bir şey. Hamı da oturub sevircəm. Yox, bir gün qalmış, Hacı müəllimə deyiblər, baxışda onu pozulmuşuq, bilməmiş. Getmədiniz. Yox, bir dəfə gedib. Bir dəfə gedib. Birinci, ikinci dəfə. Baxışda onu belə, sonra bildim də bir dənə Allah rəhmət eləsin, Allah kesin günahından bir xanəndəmiz o televiziyanın böyüyü ilə akası dostsumiş. Mırt vurub ona ki, elə yox, düşün geçsin. Təzədən gəldik, bir dənə orta mahir oxuduq, onun yerinə. Rəhmət Hacı. Belə, akası orada pulca lazımdır da. Hacı Məhəmmədov pul verər orada. Sənətə pul verməz, o hissə adam idi.
Mənim də nə bilsəydim də pulum yox, həm də başım çıxmırdı ona. Nəysə, bax, belə. Radioda sonradan gəldiniz, yazdırdınız yəni. Sonra bu radiodan o qədər mənə dedilər, gəl yazdır, dedim, o vaxtı qoymamışsınız, gedməmişəm. Hələ mən radioda heç bilməm, bir dənə şey yazdırmışam deyəsən. Bir-iki dənə belə yalandan bir şey yazdırmışam. O vaxtdan radioya gedmədim. Ali müəllim, sizə kim demişdi 57 yaşında oxuyacaqsınız yazısı? O nə söhbət idi? Bir dənə Məştəqalı, mənim dostum var idi. Adı yadımdan çıxmağı mənim üçün çox qəbahətdir. Çox qəbahətdir, Allah rəhmət eləsin. Demək, bu çox həvəskar idi, özünün də yaxşı səsi var idi. Hətta o özü dedi ki, bir dəfə Seyid Şunuşkunun konsertinə gecikmişdim. Gəldim, elə yeri çatdım ki, Seyidlə də yaxşı dostluq olub. Gəldim, elə yeri çatdım ki, rəng çalır. O yerə gəldim, deyir, çatdım, gəldim, deyir, səhnəyə, deyir, girdim biraz ortalığa, deyir, tutdum, bərdaşdı. Özüm. Bax, öylənçi kişiydi. Dedən, sən indi oxuyursan, əla. Amma sən 50 yaşından, 55 yaşından sonra çox yaxşı oxuyursan. Amma mən də oxumağı bir sən neynədim, səsimi minib, o qədər çapmışam. O qədər oxumuşam. Mənim dahi boğazımın taqəti qalmır. Yəni, indi yarına zümzüm eləyir. Belə də... Və nə etmək lazımdır? Onu çox xərcləmək üçün. Yəni, o əvvəlki toylar ki var idi, indi yoxdur toylar. Mən 6 saat, 7 saat toyxanda otururdum, 6 dənə, 7 dənə, 5 dənə dərsgah oxuyurdum. İndi onlar yoxdur. Səsi o qədər zülüm vermək olmaz ki, bir nəfəsə. Hacı Məmmədov kimi adam deyir ki, deyən mən də çalım da bir. Ağırım başıma qoyurdum üstü, dayanmaq yox, tormuz yox, cavan adam. Məsləhətə qulaq asırdınız orada? Yox, heç kim məsləhət vermir? yox, məsləhət verirdilər, müəyyən verirdi. Rəhmətli deyirdi ki, deyən mən də çalım da, mən də hindi bilirəm ki, o kişi nə deyirmiş. Deyən zalimə olur, qoç çalsın da bu. İndi elə zapisim var, qulaq asıram, toyda yazılıb. Məsələn, 2 dənə qəzəli götürüb Mirzə Hüseynin segahında dalbadal deyib, bir dənə tara yol verməyib. Eşki gəlib, hələ coşa demişəm, 2 dənə qəzəl deyib, tara yol verməyib zalim. Deyirəm, onu yol verir, çalsın, bu qoz dayansın da, bu qozu nə qədər zülm eləyərlər. Yəni, özündən ağır yük qaldırmışam, dönə, axırı əzələ pozulur da, belini sərpir. Atasını yandırmışam da. Tut ağacına çıxıb nə oxuyursunuz? Əvvəl onlar yadıma gəlmir. Əvvəl o, indiki müşfiq var, əvvəl su vurulan yer idi. Müşfiq qəsəbəsi idi, deyəsin, gənə dəyişdirdilər. Yayla müşfiq. Orada yol evində qalırdı o biz. Orada yaxşı çox ağacları var idi. Qara turdu, ağ turdu. Elə də elə yeməyə bir şey yoxdur ki, yəni keyfimizdən çıxmırdıq ora. Həm ağaca çıxmaq maraqlı idi, uşaqlar üçün. Uşaqlar var, başa ağaca çıxamıyor. Biz oradan ora çıxırdıq, oturduq orada, yeyirdik. Orada keyf gəlirdi mənə. Biz taqqanlar çalırdım, nə bilim, bir mıxura vururdum, bir mıxura simi vururdum ora. O uşaqlar hamısı deyirdi. Ora taxta keçirdirdim, dın, gedirdim. Yəni, mənim üçün atam ona görə bir saz düzəltdi, bir nağara düzəltdi. Saxlamısınız onları? Təəssüflənirəm. O sazı yerə saxlayırdım. Elə bir saz gəlmişdi. Nə idi orijinalları? Bu dürə alüminium çaşka yoxdur. Dürə alüminium çaşkanı döymüşdü, onu çanaq eləmişdi. Sonra o sazın üzü yoxdur, qabağı. Orada elə yoğulmuşdu ki, onu qoymuşdu oraya. İncə mıxlarla onu oraya mıxlamışdı və qoruyu və şeylərlə yandırmışdı yerləri. İnstrumenti yox, aləti yoxdur ki onun. Kökləri də məlli başdı, simlər. Mən kiməsə belə öyrək uşaqlarımızdan nəsə bir şey vurmuşam, o da sizin. Ananız da yaxşı səs olub ananızın. Yaxşı səs olmayıb, amma yaxşı eşq olub, yaxşı ritm olub.
talantlı arvad idi. Yəni çox eşqili arvad idi. Amma atamın yaxşı səsi olub. Atamın yaxşı səsi olub. Sizin ifanızda hansı muğamlar, hansı dəstə xoşuna gəlib dinləmək? Onların hansını? Sizin atanızın. Onlar yəni demək ən çox elə bu bizim ailə mənim muğam oxumağımdan sonra başlayıblar muğamçı olmağa. Əvvəl çox səndən onlar aşığa qulaq asırlar. Aşıq sevirdilər, yadıma gəlir. Fərqan xanım da deyirdi ki, mən aşıq musiqisindən daha çox xoşlanıram. Hə, onda da vardı. Çoxdan o muğam sənətin keçib, indi istəyir təzə Hansı aşığa qulaq asırlar? Şakir Əzədə? Aşıq Şakir vardı, o şeydə bəylər vardı, Pənah var idi. Onları mən də uşaq vaxtı eşitmişəm. Çünki belə plastinkalar vardı. Və Gədəbəy aşıqlarının plastinkaları vardı. Hamısını mən uşaq vaxtı onlar elə qoyurdular. Çünki evdə kəsib çıxırdı elə, ancaq elə musiqi səsi gəlirdi. Kəsib olanda da nağarır, elə musiqiyə qulaq asırdı. Dövlətdə olan sonra qutardı, musiqi getdi. Həqiqi deyirəm, musiqiyə, imkanlı adamlar musiqiyə qulaq asmırlar. Demək olar 90% qulaq asmır. Çünki o artıq Göstəriş üçün qulaq asır. artıq onun beyni başqa yerdədir. 90% o musiqidən zövq ala bilməzlər. Çünki artıq o getdi maddiyyətə. Mənəviyyətlə maddiyyəti saxlamaq hər oğlun işidir, hər kişinin işidir. Həm olsun, həm olsun.